Salam, əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə bərabər dördbucaqlılar mövzusuna baxacağıq. Dördbucaqlılar mövzusu çoxbucaqlılar mövzusunun xüsusi halıdır. Biz çoxbucaqlının belə deyək, tərifini vermişik. Bunun qısa olaraq tərifini belə deyə bilərik. Dörd bucağı olan dördbucaqlıya nə deyirik? Çoxbucaqlıya nə deyirik? Dördbucaqlı, yaxud dörd tərəfi olan çoxbucaqlıya nə deyirik? Dördbucaqlı deyirik. Biz bu artıq qabarıq çökük anlayışı ilə belə deyək, çoxbucaqlıda tanışıq. Bu formada verilən çoxbucaqlılara deyirik qabarıq çoxbucaqlı. Digərinə nə deyirik? Çökük. Yaxud buna deyirlər nədir? Qabarıq olmayan çoxbucaqlı, dördbucaqlıda deyilir buna. Biz əsasən qabarıq çoxbucaqlıları öyrənəcəyik. Qabarıq çoxbucaqlının indi xassələrinə baxalım. Məsələn, burada elementləri ilə tanış olaq. Qabarıq dördbucaqlının daxili və xarici bucaqları anlayışı. Tamam, qabarıq dördbucaqlının daxili bucaqların cəmi 360 dərəcədir. Eyni qayda ilə biz bunu çoxbucaqlı dərsində demişdik. Çoxbucaqlının da nədir? Xarici bucaqlının cəmi 360 dərəcə olduğundan dördbucaqlıda da eyni xassə ödəniləcək. Yəni çoxbucaqlılarda, bütün çoxbucaqlılarda dördbucaqlıda daxil olmaqla xarici bucaqların cəmi nə qədər olur? 360 dərəcə olur. Baxaq, burada qeyd eləmişik. Burada şəkildə nə qeyd eləmişdik? Alfa, beta, gamma, fi bucaqları daxili bucaqlarda onların cəmi 360-dır. Xarici bucaqlar x, y, z, t kimi işarə eləmişik. Onların cəmi də nə qədərdir? 360 dərəcədir. Tamam. Dördbucaqlının bir tərəfə bitişik bucaqlarının tənbələnləri arasındakı bucaq üçün, baxın, bu düsturu yaza bilərik. Yəni, alfa bucağını tapmaq üçün C bucağı ilə D bucağını toplayıb yarıya bölmək bəs eləyir. Tamam. Baxaqın bir nümunəyə burada. Tutaq ki, deyirik ABCD dördbucaqlısında elə bu şəkil üzərində baxaqın. C 45-dir. Sonra demişik ki, D 55-dir. A və B bucaqlarından tənbələnlər arasındakı kiçik bucağı tapın deyir. Nə eləmişik biz burada? C ilə D-ni toplayıb 2-yə bölmüşük. Yəni 45 ilə 55 toplayıb 2-yə bölürük. Olur nə? 50 alınacaq. Bunu fərqli belə deyək, qarşı bucaqların tənbələnləri arasındakı, bayaqlar biz nədən danışdıq? Dedik ki, bir tərəfə bitişik bucaqların tənbələnləri arasındakı bucaq. Amma burada nə deyirik? Qarşı bucaqların tənbələnləri arasındakı bucağı tapmaq üçün bu bucaqları bir-birindən çıxıb 2-yə bölmək lazımdır. Baxaqın, məsələn, bu şəkildə yenə də B-ni verib bizə, tutaq ki, D-ni verib, 60, 110 verib, neyinirik? Çıxıb 2-yə bölürük, olur nə qədər? 25 dərəcə. Deməli, bizə burada göstərilən bucaq, yəni alfa bucağı nə qədərdir? 25 dərəcə olur. Tamam, keçək bura daha bir xassə. Əgər istənilən dördbucaqlının diaqonalları bir-birinə, baxın, şəkildə göstərildiyi kimi bir-birinə perpendikulyardırsa, onda onların qarşı tərəflərin kvadratları cəmi bir-birinə nədir? Bərabərdir. Yəni, A kvadratı ilə B kvadratının cəmi C ilə D-nin nədir? Kvadratları cəminə bərabərdir. Baxaqın, diaqonalları perpendikulyar olan ABCD dördbucaqlısında AD 5-dir, AB 4-dür, BC 3 olarsa CD tərəfin uzunluğunu tapın. İndi bunu şəklin üzərində qeyd eləsək, baxa bilərik burada. Tutaq ki, deyir ki, AC haram demişdi bizə? AD 5-dir deyir. Tutaq ki, buranı bizə 5 verib, AB-ni buranı bizə 4 verib, BC-ni bizə verib 3 verib və CD-ni bizdən soruşur. Onda biz nə etməliyik burada? AD-nin kvadratı, yəni AD-nin kvadratı, fikir verin, 5-in kvadratı plus, fikir verin, 5-in kvadratı plus 3-ün kvadratı bərabərdir 4-ün kvadratı plus CD-nin kvadratı. Yəni, mən orada x-lə işarə eləmişəm, elə bil ki, sanki nədir? X-in kvadratı. Bəli, buradan həll eləyib tapsaq, CD bərabərdir 3 kök altında 2 olacaq. Tamam, keçirik indi dördbucaqlının xüsusi hallarına. Paraleloqram. Paraleloqram nədir? Qarşı tərəfləri paralel olan dördbucaqlıya paraleloqram deyilir. Baxaqın, ABCD bu paraleloqram nə idi? Təpə nöqtələridir. ABCD paraleloqram təpə nöqtələridir. Bunlar isə nə idi? Tərəfləridir. Baxaqın, AD bərabərdir BC A-ya bərabərdir şəkildə
qeyd olunmayıb. AD bərabərdir BC-yə, yəni bunlar A-dır. Digər tərəfləri nədir? B olur. Tamam. Keçdik. Paraleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. Baxın, burada sözlərlə də yazmışıq. Alfadırsa alfadır, betadırsa qarşı bucağı nədir? Betadır. Bir tərəfə bitişik bucağın cəmi nə qədərdir? 180 dərəcədir. Baxın, deyə bilərsiniz ki, bunu hardan alırıq? Biz bilirik ki, daxili bucaqların cəmi 360 dərəcədir. Yəni, 2 alfa plus 2 betanın cəmi nə qədər olmalıdır? 360 dərəcə. Tamam, bərabərliyin hər iki tərəfini 2-yə bölsək, onu da buradan alacağıq ki, alfa plus beta bərabərdə olacaq nə qədər? 180 dərəcə. Bax, bu yazılışdan görünür ki, paraleloqramın bir tərəfə bitişik bucaqlarının cəmi nə qədərdir? 180 dərəcə olur. Baxaq. Paraleloqramda bir tərəfə bitişik bucaqların təm bölənləri düz bucaq əmələ gətirir. Bir tərəfə bitişik bucağın təm bölənləri nədir? Bucaqların təm bölənləri düz bucaq əmələ gətirir. Yəni, burada fikir verin, aydın şəkildə göstərmişik. 2 alfa plus 2 beta bərabərdir 180-dir. Buradan alırıq ki, alfa plus beta nə qədər olur? 90 dərəcə. Fikir verin, bu ikisinin cəmi 90 dərəcə eləyibsə, avtomatik üç bucağın bucaqları cəmi 180 olduğundan digər bucaqda nədir? 90 dərəcə olacaq. Tamam, keçdik növbəti qaydamıza. Paraleloqramın perimetri onun tərəflərin cəmidir. Yəni, belə deyək də, əslində biz yazmalıyıq ki, burada perimetr bərabərdir. Paraleloqramda 2 dənə eyni tərəf, digər tərəfləri də bərabərdir. 2B. Buradan 2-ni kənara çıxarsaq olur A plus B şəklində bərabərlik alırıq. Bu olur paraleloqramın perimetri. Tamam, perimetrlə bağlı bir maraqlı məsələmiz var burada. Buna baxalım. Deyir ki, paraleloqramın iti bucağının təm böləni onun böyük tərəfini uzunluqları 3 cm və 4 cm olan iki hissəyə bölür. Paraleloqramın perimetrinin böyük qiymətini tapın. Baxaq, bunun üçün biz nə eləmişik? Baxın, iki hala baxmalıyıq. Biz burada deyir ki, 3 cm və 4 cm. Məsələn, mən buranı 3, buranı 4 götürmüşəm. Bu tərsinə də ola bilərdi. 4 cm və 3 cm də ola bilərdi. Ona görə də biz nə eləyəcəyik? Burada iki hala baxmalıyıq. Tamam, bu hala baxanda, onda bu paraleloqramın bir tərəfi 7 olduğundan burası da 7 olur, qarşı tərəf 3-dür. Bəli, perimetri hesablayanda olacaq perimetr nə qədər? 20 olacaq. Tamam. Digər halı da burada qeyd eləmişik. Dediyim kimi bu sol tərəfi, yəni B-yeni 4, Y-yeni 3 götürsək, onda artıq yenə də baxın, bura 4, burası nədir? 7, burası da nədir? 4 olacaq. Tamam, mən burada bir şey deməyi unutdum digər halda. Niyə burası 4 olur? Onu burada qeyd eləyək. Məsələn, tutaq ki, bu bucaq təm bölən də alfa qeyd eləmişəmsə, bu bucaqla bu bucaq bir-birinə daxili çarpaz bucaqlarda bərabər olduğundan bu da bərabər olur. Deməli, bura ilə bura bərabərdir, 4 olur. Eyni qayda ilə burada. Yəni, o şey deməliyik, mən bayaq unutdum deməyi, alfadır, bu çarpaz bucaqlardır, çarpaz bucaqlar bərabərdir. Deməli, bu üç bucaq bərabər yanlı üç bucaqdır, olur 3 və nəticədə perimetr nədir? 20 alınır. Digər halda isə danışdığımız kimi, indi təkrar qeyd edirəm həmin şeyləri, 7, 4 perimetri hesablayanda necə hesablayacağıq? 2 vurulsun. Demək necə olur? 7 plus 4, 11 olacaq nə qədər? 22 olacaq. Baxalım. Paraleloqramın diaqonallarının kəsişmə nöqtəsi onun simmetriya mərkəzidir. Sadəcə bir xassədir. Bunu əzbər yadda saxlayırıq. Bu O nöqtəsi nə olur? Bu paraleloqramın simmetriya mərkəzi adlanır. Yəni, burada belə bir şeylər qeyb. Paraleloqramın diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bu o deməkdir ki, məsələn deyirəm, buranın uzunluğu, yəni BO-nun uzunluğu 3-dürsə, bu da 3-dür. Yaxud tutaq ki, AO-nun uzunluğu 5-dirsə, OC-nin də uzunluğu nə qədərdir? 5 olacaq. Tamam. Baxalım. Perimetri 42 olan ABCD paraleloqramın diaqonalları O nöqtəsində kəsişir. Tamam. Perimetri verib, diaqonalların kəsişmə nöqtəsini verib. Aha. Demək, necə verib burada? O nöqtəsində kəsişir. BOC və AOB üç bucaqlarının perimetrlərin fərqi 7-dir. Deməli, BOC, yəni bu hissə ilə AOB, bu hissənin perimetrləri, deməli, nə deyir burada? Fərqi 7 olarsa, paraleloqramın tərəflərinin uzunluqlarını tapın. Baxalım.
Görək nə etmişik burada? Tərəfləri AB kimi işarələmişik. Perimetr 42-dir. Demək, bircə dəqiqə perimetr 42 olduğundan istifadə eləmişik. Tərəflərin cəmi 21 olur. Aha, burada X nəyə işarələmişdik? Biz şəkilə baxağın, onun üzərində danışalım. Tamam. Biz haranı işarə? AO, OC. Tamam. Bu hissələri biz XX işarələmişik. Baxın, X burada, bu da X-də, şəkil fərqli yerdə deyə danışanda çətinlik çəkirəm. Bura Y-dirsə, bu da Y olur və bu xassədən istifadə edib, məsələn, tutaq ki, bura A-dır, bura B-dir, A-dır, bu da B-dir və perimetrdən fikir verin, buranın perimetrin deyirsini yazırıq biz. X plus Y plus B, buranın perimetrin deyirsini yazırıq. X plus Y plus A kimi yazırıq. Baxaq, burada onların hamısını qeyd eləmişik. Və bu bunların fərqi, perimetrlərin fərqi bərabərdir 7 olmalıdır və buradan alırıq ki, nədir? B minus A bərabərdir 7-yə. B minus A bərabərdir 7 bərabərliyinə A plus B plus A bərabərdir 21-i əlavə edirik. Bu əvvəlcədən bizdə var idi. Tənliklər sistemini həll edib A-nı və B-ni buradan tapa bilirik. Bəli, deməli paralleloqramın tərəfləri nədir? 7 və 14 kimi imiş. Tamam. Keçdik. ABCD paralleloqramında tərəfləri A və B-dir. Diaqonallar D1, D2 üçün, yəni diaqonalla tərəf arasında bu düstur var. Yəni D1 kvadrat plus D2 kvadratı bərabərdir 2 vurulsun A kvadratı plus B kvadratı olur. Məsələn, burada bir nümunə yazmışam. Yazmışam ki, bu düstur gözümüzün qabağında olsun. Baxalım. Yazmışam ki, tərəflər 6 və 8, üzr istəyirəm, diaqonalları 6 və 8, tərəflərindən biri 4 olan paralleloqramın digər tərəfini tapın. Bəli, verilənləri burada qeyd eləmişik. 6-nın kvadratı plus 8-in kvadratı bərabərdir. Belə bir bərabərlik alırıq. 2 vurulsun 4-ün kvadratı plus B kvadratı. Bunun həllini burada çox uzun uzadı yazmamışam. Birbaşa mən B-nin kvadratını tapmışam. 34 eləyib və B də bərabər nə olur? Kök altında 34. Deməli, paralleloqramın digər tərəfi nə qədər imiş? Kök altında 34 qədər imiş uzunluğu. Tamam. ABCD paralleloqramında həcc tərəfləri A, B-dir, hündürlükləri HA, HB. Bax, burada formal olaraq işarə eləmişik. Yəni, uzunluğu A olan tərəfə çəkilən hündürlüyü HA, uzunluğu B olan tərəfə çəkilən hündürlüyü HB2 ilə işarə eləsək, onda AHA bərabərdir BHB olur. Tamam, mən buna biraz belə deyək də aydınlıq gətirmək istəyirəm. Niyə elə olur? Bu əslində sahə mövzusunun qaydasıdır. Yəni biz bilirik ki, paralleloqramın sahəsi A vuraq HA, digər tərəfdən bilirik ki, S bərabərdir B vuraq HB kimi işarə eləyə bilərik. Və bu bir-birinə bərabər sahələr eyni olduğundan onda A vuraq HA bərabərdir B vuraq HB kimi işarə eləyə bilərik. Və buradan bu bərabərlik, yəni sahədən bu bərabərliyi alırıq. Bəli, görürük ki, bu bərabərlik həqiqətən də nədir? Doğrudur. Tamam, bununla bağlı bir məsələyə baxaq. Məsələn, tutaq ki, deyir ki, tərəfləri 6 və 8 olan paralleloqramın kiçik hündürlüyünü tapın. 6 və 8 olan kiçik hündürlüyünü biz bilirik ki, buradan aydın məsələdir ki, tamam, burada bir şeyə aydınlıq gətirək. Biz burada yazdıq ki, bayaqları nəticə aldıq ki, AHA bərabərdir nədir? BHB-yə. Biz bunların nisbətinə baxsaq burada, A bölək B nisbəti bərabərdir, HB bölünsün HA nisbətini alırlar. Bax, buradan görünür ki, hündürlüklərlə tərəflər bir-biri ilə nədir? Tərs mütənasibdir. Yəni, böyük tərəfə çəkilən hündürlük kiçik olur, kiçik tərəfə çəkilən hündürlük nədir? Böyük olur. Baxaq, indi bizim məsələmizdə nədir? Məsələmizdə deyir ki, kiçik hündürlüyü. Kiçik hündürlük deməli bu uzunluğu 8 olan tərəfə çəkilən hündürlüyüymüş. Onda mən yazacağam ki 8 vuraq 3 bərabərdir 6 vurulsun neçə? X olur. Tamam. Buradan həll eləsək olacaq 24 bölünsün 6 bərabərdir 4. Deməli bu paralleloqramın böyük hündürlüyü nədir? 4 imiş. Yuxarıda da bunun həllini qeyd eləmişik. Özünüz də baxa bilərsiniz. Tamam. Paralleloqramın diaqonalı onu 2 bərabər sahəli üçbucağa bölür. Aha, burada düzdür bu sahə mövzusunun da, amma testlərdə qarşımıza çıxır deyə bunu burada əlavə qeyd eləmişəm. Baxaq.
Demək, nə demək istəyir bizə? Paraleloqramın diaqonalı onu iki bərabər sahəli üçbucağa bölür. Mən bu diaqonalı çəkmişəm, bunlar bərabər bölünür. Digərini çəksəz də yenə bərabər olacaq. Yəni bu sahə ilə bu sahə nədir? Bir-birinə bərabər olacaqlar. Bəli, fikir verin, burada hər iki diaqonalı çəkmişəm. Onda nə eləyir? 4 dənə bərabər sahəli nədir? Üçbucağa bölünür. Tamam. Hər birini də burada qeyd eləmişəm. Yəni birinci şəkil üçün nədir? S1 bərabərdir S2, o da bərabərdir 2-də 1. S ABC'dir. Burada da S1, S2, S3, S4 bərabərdir. O da olur nə? 4-də 1 ABC'dir. Aha. Baxaq. Paraleloqramın diaqonalları onu 4 üçbucağa bölür. Alınan üçbucaqlardan birinin sahəsi 12 olduğuna bilərək paraleloqramın sahəsini nə etmək lazımdır? 4 bərabər sahəyə böldüyünə görə lap belə şəkil üzərində də danışa bilərik. Bunun hər biri 12-dirsə, onda bütöv sahə nə qədər olacaq? 4-ü vurmalısan 12 olacaq nə qədər? 48 olacaq. Sonra keçdik. ABCD paraleloqramının BC tərəfi üzərində götürülmüş ixtiyari Y nöqtəsi üçün. Baxın, ixtiyari Y nöqtəsidir. Düşünməyin ki, burada Y nöqtəsi ortadır, biraz sağadır, soladır, fərqi yoxdur. Harda istəsək o ola bilər. Baxın, nə deyir burada? Onda bu sahə, fikir verin, şəkildə qeyd eləmişəm, burada da AYD, yəni söhbət burada bu sahədən gedir. Bu sahə, rənglədiyim hissə, bütün sahənin nəyi olur? Yarısı olacaq. Tamam. Yəni, məsələn, burada qeyd eləmişəm ki, tutaq ki, A7 16-dır, onda bütöv sahə nə qədər olacaq? 32 olacaq. Baxın, burada qeyd eləmişəm, 16 bərabərdir 2-də 1 vurulsun SABC'dir. Və oradan tənasübdən tapırıq. S olur nə qədər? Yəni paraleloqramın sahəsi 32 olacaq. Dördbucaqlının tərəflərinin orta nöqtələrini ardıcıl olaraq birləşdirən parçaların əmələ gətirdiyi fiqur paraleloqramdır. Və onun perimetri dördbucaqlının diaqonallarının uzunluqları cəminə bərabərdir. Baxaq, burada qeyd eləmişik. Biraz aydınlıq vermək olar bu məsələyə. Məsələn, bu şəkili mən təzədən çəkim. Baxalım. İstənilən bir dördbucaqlı çəkəyin. İstənilən bir dördbucaqlı. Aha. Söhbət burada tərəflərin orta nöqtələrini birləşdirən parçalardan gedir. Baxaq, onu yaşıl rəngdə çəkəcəyəm. Tutaq ki, bunun orta nöqtələrin çəksək, tam dəqiq çəkmək olmur burada. Baxaq. Tutaq ki, belədir. Aha. Və budur. Budur. Aha. Diaqonalları biraz solğun rəngdə verək. Məsələn, deyirəm ki, uşaqlar, gəlin bu diaqonalı çəkək. Biz necə dedik? Dedik ki, diaqonalların cəminə bərabərdir. Tamam. Bu şəkilin fikir verin, aşağı hissəsinə baxmasaq, bu üçbucağa baxsaq əgər, bu xətt, yəni verilən o üçbucağın orta xətti sayılmırmı? Əlbəttə ki, orta xəttidir. Məsələn, bu diaqonal tutaq ki, D1-dirsə, onda bu diaqonal nə olacaq? D1 bölünsün 2 olacaq. Eyni qayda ilə aşağıya da baxsaq, aşağı, yəni bu dəfə bu tərəfə baxmasaq, aşağıdakı üçbucağa baxsaq, onda orada, yəni bu diaqonalda nə olacaq? D1 bölünsün 2 olacaq. Yəni bu diaqonalda nədir? D1 bölünsün 2 olur. Yaxud digər diaqonalı çəksək, tamam, diaqonal yazdıqlarımın üzərinə düşdü. Aha, olsun. Tamam, bu diaqonalı tutaq ki, deyirəm ki, D2 desək, onda bu tərəf nə qədər olur? D2 bölünsün 2 olur. Bu da eyni qayda ilə üçbucağın orta xəttidir. D2 bölü 2 olur. Onda perimetr nə qədər olacaq? Şəkildən görünür ki, paraleloqram oldu. Yəni qarşı tərəflər bərabərdir və paraleldir, paraleloqramdır. Onda perimetr nə olur? 2 vurulsun D1 bölü 2 plus D2 bölünsün 2. Mötərizəni vurub açsaq alacağıq burada D1 plus D2. Yəni istənilən dördbucaqlının tərəflərinin orta nöqtələrini birləşdirən, ardıcıl birləşdirən parçaların əmələ gətirdiyi fiqur nədir? Paraleloqramdır və onun perimetri nəyə bərabərdir? Həmin dördbucaqlının diaqonalları cəminə bərabərdir.
Məsələn, burada qısa bir məsələ yazmışam. Diaqonalları 12 və 17 olan dördbucağın tərəflərin orta nöqtələrini ardıcıl olaraq birləşdirən parçaların əmələ gətirdiyi fiqurun perimetrini tapın. Perimetr olur nə qədər? 17 ilə 12-ni toplayırıq, olur 29. Tamam uşaqlar. Düz bucaqlı, baxaq görək düz bucaqlı. Düz bucaqlı bütün bucaqları nədir? 90 dərəcə olan dörd bucaqlıya nə deyirik? Düz bucaqlı deyirik. Hər bir bucağı yəni nə qədərdir? 90 dərəcədir. Paralelogramın xüsusi halıdır. Qarşı tərəfləri bərabərdir. Yəni belə deyək də biz düz bucaqlıya nədir? Paralelogram deyə bilirik. Bunun haqqında aşağıda lap axırda dərsin sonunda cədvəldə vermişik. Düz bucaqlı paralelogramın xüsusi halıdır. Paralelogram bütün xassələri düz bucaqlı üçündə doğrudur. Baxaq. Perimetri həmin qayda ilə 2 vurulsun A plus B-dir. Məsələn, tərəfləri 7, 11-dir. Bunlara çox vaxt itirmək istəmirəm. Hesablayırıq. Olur perimetr nə qədər? 36. Düz bucaqlının diaqonalları bərabərdir və diaqonal nəyə bərabərdir? A kvadrat plus B kvadratına. Baxaq, bir dənə düz bucaqlı çəkəyin. Baxaq, bir düz bucaqlı çəkirik. Burada. Aha. Tamam, istənilən bir düz bucaqlı çəkib diaqonalını çəkirik. Biz burada diaqonalı çəkəndə tutaq ki, bu düz bucağının tərəfləri A, B-dir. A, B. Baxın, bu düz bucaqlı üst bucağa biz Pifagor teoremini yazsaq, onda D nəyə bərabər olacaq? D kvadrat bərabər A kvadrat plus B kvadrat olur və buradan D bərabər olur kök altda A kvadrat plus B kvadratı olacaq. Baxın, tərəfləri 2, 4 olan düz bucaqlının diaqonalını tapan məsələn deyir. 2, 4, kök altda 2-nin kvadratı, 4-ün kvadratı, kökdə 20 olur 2 kökdə 5. Diaqonalı 17, tərəflərindən biri 8 olan düz bucaqlının digər tərəfini tapın. Baxaq, diaqonalı var, tərəfin biri var, düsturu yazırıq, diaqonalı öz yerinə yazırıq, A-nı öz yerinə və həll edirik. Buradan B-ni tapırıq. Verilən məsələyə fikir versiniz, mən ədədləri seçəndə nə etmişəm? Pifagor ədədlərini seçmişəm. 8, 15, 17. Yəni, biraz diqqətli olsaz, yəni bunları yazmağa belə nədir? Ehtiyac qalmır. Tamam, bu çox istifadə olunan qayda deyil. Bu bir ara istifadə olunurdu, sonra yığışdırıldı, sonra yenə gəldi, getdi. Hər ehtimalı bu qaydanı bura əlavə eləmişik. Düz bucaqlının daxilində götürülmüş istənilən Y nöqtəsi üçün bu məsafələrin kvadratları cəmi nədir? Bir-birinə bərabərdir. Yəni, x kvadrat plus y kvadrat bərabərdir z kvadrat plus t kvadrat. Bunu şəkildə bəzən bunu diaqonal kimi görürlər. Diaqonal deyil uşaqlar. Yəni, burada bu sınır. Tamam, keçdik. Məsələn, burada yazmışıq, nələri verib bizə burada? Deyir ki, deyilənləri burada qeyd edək, gözümüzlə görək bunları. B-yeni nə verib? 6 verib. D-yeni nədir? 8 verib. A-yeni bizə 5 verib. Yəqin ki, C-yeni soruşur. Tamam. Deyilənləri qeyd edib, həll eləsək, mən burada qısa kəsə yazmışam deyəsən. Tamam, A-yenin kvadratı. Onda yazaq görək, bəlkə səhv eləmişik elə burada. A-yenin kvadratı, onda nə olur burada? 5-in kvadratı, yəni 25. Yox, belə eləməyək. Bir dəqiqə. Bunu ayıraq buradan, altından yazaq görək. Düz alınacaqmı cavab? Nə yazırıq burada? A-yenin kvadratı, yəni 5-in kvadratı plus C-yenin kvadratı, bilmirik, x kvadratı bərabərdir 6-nın kvadratı plus nədir? 8-in kvadratı, B-yi, D-yi. Tamam. Olur burada 25 plus x kvadratı bərabərdir bu tərəfi 100 olacaq. X kvadrat bərabərdir 75 edir. Bu 75-i də 25 vuraq 3 kimi düşünsək, x bərabər nə olacaq? 5 kökdə 3 alınacaq. Bəli, düz almışıq. Sadəcə olaraq bura həllini yerləşdirməmişəm. Tamam, keçdik bura. Y nöqtəsi xaricdədir bu dəfə. Yenə də eyni qayda istəyir, daxildə olsun, istər xaricdə olsun, eyni qaydadır. Yəni, x kvadratı, y kvadratı cəmi z kvadratı ilə t kvadratı cəminə bərabərdir. Romb. Tərəfləri bərabər olan paralelograma nə deyirik? Romb deyirik. Yenə də deyirəm, romb da paralelogramın nədir? Bir xüsusi halıdır. Tərəfləri bərabərdir. Hamısı nədir? A-dır bunun. Yenə də qarşı bucaqlar bərabərdir. Perimetri 4A olacaq. Yəqin aşağıda qeyd eləmişik. Tamam, baxalım.
Aha, bunun paralleloqramı xüsusi haldır və paralleloqramın xassələri romb üçün də doğrudur. Rombun diaqonalları bir-birinə perpendikulyardır və bucaqların tənbölənidir. Burada qeyd eləmişik, deməli, paralleloqramdan fərqli xüsusiyyəti budur ki, bunun deməli, tərəflər bərabər olduğundan simmetrik fiqur olur. Simmetrik olduğundan nə olur? Diaqonallar bucaqların tənbölənləri olur və bir-biri ilə nə edir? Düz bucaq altında kəsişirlər. Yəni, diaqonallar bir-birinə nədir? Perpendikulyardır. Bu düstur hardan gəldi? Bayaqları biz bir düstur danışdıq paralleloqram haqqında. Demək ki, nə danışdıq? Dedik ki, D1 kvadratı plus D2 kvadratı bərabərdir 2 vurulsun A kvadratı plus B kvadratı. Bəli, bizdə paralleloqramda tərəflər AB olduğundan belə yazdıq. İndi bizdə AA olduğundan təsəvvür edin ki, bu da A kvadrat düşünsəz, onda bu hissə nə olur burada? 2A kvadrat olur. Bir də 2-yə vuranda nə olacaq? Alınacaq D1 kvadratı plus D2 kvadratı bərabərdir 4A kvadratı düsturu burada nə edir? Yaranır. Məsələn, burada yazmışam, diaqonalları 12 və 16 olan rombun perimetrini tapın. Baxağım, yəni 12-nin kvadratı 16-nın kvadratı bərabər 4A kvadratına, A kvadratı olur 100, olur 10, perimetri nə olur? 4A-ya, yəni 4-ü 10-a vururuq, olur 40. Rombun hündürlükləri bərabərdir və bu düsturdan hesablanır. Hündürlükləri, tamam. Sonra diaqonalları D1, D2 olan rombun daxilinə çəkilmiş çevrənin radiusu R bərabərdir. Fikir verin, şəkildən görünür ki, bu hündürlük, fikir verin nədir? Radiusun 2 mislidir. Yəni, çevrənin nəyi sayılır bu? Diametri sayılacaq. Baxalım. Məsələn, burada yazmışıq ki, diaqonalları 9-12 olan rombun hündürlüyü və daxilə çəkilmiş çevrənin radiusunu tapın. Tamam. Fikir verin, buradan belə bir nəticəyə gəlmək olur ki, 2 düstur əzbərləməyə ehtiyac yoxdur. Yəni, biz hündürlüyün düsturunu biliriksə və başa düşürüksə ki, o hündürlük çevrənin diametridir. Mən hündürlüyü tapıb 2-yə bölsəm, deməli nə olur? Çevrənin radiusunu tapmış oluram. Baxalım. Diaqonalları 9-12 olan rombun hündürlüyünü və daxilə çəkilmiş çevrənin radiusunu tapan. Yenə də deyirəm, hər iki düsturdan istifadə etməyə ehtiyac yoxdur. Hündürlüyü tapıb 2-yə böləcəyik. D1 vur D2, yazırıq 9, 12. Kök altda D1 kvadrat D2 kvadratı, yəni 9-un kvadratı 12-nin kvadratı. Faqor ədədlər olduğundan 15 olur. Hesablayırıq 7, 10-da 2 olur. Və hündürlük nə olur onda? 7, 10-da 2-nin yarısı, yəni 2-də 1 H. Fikir verin, mən burada da qeyd eləmişəm. R nəyə bərabərdir? 2-də 1 H-a. Olur nə qədər? Hündürlük 7, 10-da 2. Radiusu isə nə qədər olacaq? 3,6 olacaq. Kvadrat. Kvadrat düz bucaqlının xüsusi halıdır və kvadratın bütün tərəfləri bir-birinə nədir? Bərabərdir. Tamam. Kvadrat rombun xüsusi halıdır və onun üçün yazılan xassələr hamısı kvadrat üçün də doğrudur. Orada əslində mən düz bucaqlı dedim. Bəli, düz bucaqlının da xüsusi halıdır, rombun da xüsusi halıdır. Belə deyə bilərik. Tamam. Kvadratın diaqonalları bərabərdir, bir-birinə perpendikulyardır və bucaqların nədir? Tənbölənidir. Bax, rombda olduğu kimi, rombda biz dedik diaqonal tənböləndir. Burada da tənbölən olub. Hamısı nədir? 45 dərəcə, 45 dərəcə kimi bölünür və diaqonallar bir-birinə nədir? Perpendikulyardır. Düzbucaqlının perimetri P bərabərdir 4A düsturu ilə tapılır. Düzbucaqlının diaqonalları bərabərdir. D bərabərdir A kökdə 2-dir. Yenə də bayaqki kimi də elə bir sanki bu düzbucaqlıda baxaq bir dənə kvadratda tutaq ki 45 dərəcə olduğundan şəkil üzərində də göstərə bilərik. Bax, bu şəklin üzərində. Baxın, tutaq ki, bu üçbucağa yaxşı baxsaq, fikir verin, 45 dərəcə anlayışı var da, 45 dərəcədə necə olurdu? Bu tərəfləri AA olanda diaqonalı hipotenuz A kökdə 2 olmurdu mu? Deməli, bu düz kvadratın diaqonalı nə olacaq? A kökdə 2 olacaq. Yəni, bu tərəfi 5 olan kvadratın diaqonalını tapın, olur nə qədər? 5 kökdə 2. Diaqonalı 12 olan kvadratın perimetrini tapın, olur nə? A kökdə 2 bərabərdir 12-yə. A bərabər nə olur? 12 bölək kökdə 2. İrrasionaldan azad eləmişik, olub 6 kökdə 2. Perimetrini tapın deyir. 4A-nı hesablayırıq, 4-dən 6-nı 24. Yəni 24 kökdə 2 olur. Trapesiya.
Demək, trapesiyanın tərifində deyilir ki, iki tərəfi paralel olan dördbucaqlıya nə deyirik? Trapesiya deyirik. Trapesiyanın yan tərəfinə bitişik bucaqların cəmi nə qədərdir? 180 dərəcədir. Bunun haqqında biz paraleqramda ayaqları isbat elədik. Yəni alfa ilə betanın cəmi, qamma ilə də fi'nin cəmi nə qədərdir? 180 dərəcədir. Ümumilikdə 360 dərəcə olur. Trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirən parçaya onun nə deyirik? Orta xətti deyirik. Trapesiyanın orta xətti o tərəflərlə paralel olub, onların nədir? Cəminin yarısına bərabərdir. Yəni C nəyə bərabər olur? A plus B böl 2-yə. Yəni oturacaqlar A və B olan trapesiyanın orta xətti bu düsturu ilə hesablanacaq. Məsələn, şəkildə də göründüyü kimi, yəni orta xətt nədir? Təkrar deyirəm, yan tərəflərin orta nöqtələri. Yəni bu məsafə ilə bu məsafə bərabər, tutaq ki 3-dürsə, bu da 3-dür. Tutaq ki bura 5-dirsə, burası da nədir? 5 olacaq. Tamam. Oturacaqlar 15-17 olan trapesiyanın orta xətti toplamışıq, bölmüşük 2-yə. Məsələn, belə bir məsələ var. Toplu məsələsidir. Yenə də deyirəm, bizim bu kitabda istifadə elədiyimiz sualların hamısı yox, əksəriyyəti nədir? Topludan götürülmüş suallardır ki, qüsur olmasın. Tamam. Məsələn, bizə verir ki, trapesiyanın oturacaqları A və B-dir, C orta xəttidir. Bu bərabərlik verilib, orta xətti soruşur. Fikir verin, nə şəkil yoxdur, nə bir şey yoxdur. Biz bilirik ki, orta xətt nəyə bərabərdir? A plus B bölünsün 2-yə. Biz buradan tənasüb kimi həll eləyib A plus B cəmini buradan tapsaq 2C olur və bu cəmi gətirib belə deyək də burada nəzərə almaq lazımdır. Nəzərə almazdan əvvəl biz oradan 2-ni ortaq vuruq çıxarsaq kənara, 2A plus B minus C bərabər nədir? 15 olur. Deməli, bunun yerinə 2C yazsaq, olacaq 4C çıxaq. C bərabərdir 15 olur, 3C bərabərdir 15 olacaq. Deməli, C nə qədər olur? 5. Deməli, o şərtləri ödəyən trapesiyanın orta xətti nə qədərdir? 5 olur. Trapesiyanın orta xəttinin diaqonallarla kəsişmə nöqtələri arasındakı məsafə qalan hissəsi belə deyək də A çıxaq B bölünsün 2 düsturu ilə hesablanır. Şəkildə MN nədir? Orta xətti. Bizdən bu X-i soruşur. Fikir verin, biz orta xətti tapanda nə edirik? Toplayıb 2-yə böldük. Amma bu kiçik məsafəni bizdən, yəni KY məsafəsini soruşanda nə edəcəyik? A çıxaq B bölünsün 2 düsturu ilə hesablayacaq. Təbii ki, mütləq qiymət. Baxaq, oturacaqları 13-19 olan trapesiyanın orta xəttinin diaqonallarla kəsişmə nöqtələri arasındakı məsafəni tapın deyir. Nə edirik? 19-13 bölünsün 2. Çox sadə qaydalardır inşallah. Kitabdan da oxuyub daha yaxşı məlumatlar əldə edərsiniz. Baxaq, oturacaqları A və B olan trapesiyanın oturacaqlarına paralel olub diaqonalların kəsişmə nöqtəsindən keçib yan tərəfləri birləşdirən parçanın uzunluğu, yəni MN parçası nəyə bərabər olur? 2AB bölünsün A plus B düsturu ilə hesablanacaq. Məsələn, oturacaqları 4 və 6 olan trapesiyanın oturacaqlarına paralel olub diaqonalların kəsişmə nöqtəsindən keçib yan tərəfləri birləşdirən parçanın uzunluğunu tapın deyir burada. Nə eləmişik? Fikir verin. Həmin düsturdan istifadə eləmişik. 2AB, A'mız B'miz 4 ilə 6-dır. Məxrəcdə də A plus B, yəni 4 plus 6 olur nə qədər? 48 böl 10 olur. 4 onda 8 olacaq. Trapesiyanın oturacaqları arasındakı məsafə onun nə idi? Hündürlüyü deyilir. H-dan işarə edirik. Trapesiyanın yan tərəfinə bitişik bucaqlarının tən bölənləri perpendikulyardır və onun orta xətti üzərində kəsişir. Yəni, bir mənalı olaraq bunu yadda saxlamaq lazımdır ki, trapesiyanın nədir? Yan tərəfinə bitişik bucaqların tən bölənləri bir-birinə perpendikulyardır və harada kəsişir? K nöqtəsi, yəni nəyin üzərindədir? MN orta xəttinin üzərində olur. Bərabər yanlı trapesiya baxaq. Yan tərəfləri bərabər olan trapesiya nə deyirik? Bərabər yanlı trapesiya deyəcəyik. Yan tərəfləri bərabər olan trapesiya nədir? Bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyanın oturacaqları bitişik bucaqları bərabərdir. Baxın, burada qeyd eləmişik alfa, alfa, beta, beta, sonra bərabər yanlı trapesiyanın diaqonalları bərabərdir. Yəni, bu məsafələr bir-birinə bərabərdir. AC ilə BD bir-birinə bərabərdir və D ilə işarə edirik diaqonala. Tamam.
O diaqonalların kəsişmə nöqtəsi isə AO bərabərdir nəyə? OD-yə, BO bərabərdir OC-yə. Artıq bu paraleqramda olduğu kimi simmetriya mərkəzi kimi baxmırıq buna. Yəni BO bərabərdir OC olur, AO bərabərdir nədir? OD olur. Paraleqramda fərqli idi. AO OC-yə bərabər idi, BO da OD-yə bərabər idi. Diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın hündürlüyü onun orta xəttinə bərabərdir. Yəni H nəyə bərabərdir? A plus B bölünsün 2 olur. Məsələn, diaqonalları perpendikulyar olan bərabəryanlı trapesiyanın oturacaqları 12, 14 olarsa, onun hündürlüyünü tapan orta xətti tapmaq yetərlidir. Oturacaqları A və B olan bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin yan tərəflərə toxunma nöqtələri arasındakı məsafə 2AB bölünsün A plus B düsturu ilə. Bu, sanki bundan əvvəl dediyimiz düsturun özüdür. Sadəcə olaraq bu bərabəryanlı trapesiya olanda bu MN nöqtələri daxilə çəkilmiş çevrənin toxunma nöqtələri olur. Ona görə də bu iki düsturun ikisi də nədir? Eynidir. Yəni bu saat məsələn deyirəm bu məsələdə biz diaqonalları çəksək, o mütləq ki o diaqonalların kəsişmə nöqtəsi bax bu xəttin MN xəttinin yəni nədir? Üzərinə düşəcək. Məsələn, oturacaqları 8, 12 olan bərabəryanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin yan tərəflərə toxunma nöqtələri arasındakı məsafəni tapan eyni məsələdir. 2 vur 8 vur 12, 8 vur 12, 9,6 olacaq. Baxalım. Çevrə xaricinə çəkilmiş bərabəryanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Çevrə xaricinə çəkilmiş bərabəryanlı trapesiyanın yan tərəfi nə olur? Onun orta xəttinə bərabərdir. Buna bir balaca açıqlama vermək istəyirəm. Niyə bərabər olduğunu göstərmək üçün belə bir iş görə bilərsiniz. Biz bilirik ki, məsələn, tutaq ki, C orta xətti, yan tərəfləri bilmirəm, X deyirəm. Bilirik ki, qarşı tərəflərin cəmləri bərabərdir. Yəni 2x bərabər olur nəyə? A plus B-yə. Buradan x nəyə bərabər olacaq? A plus B bölünsün 2. Və biz digər tərəfdən bilirik ki, orta xəttdə nəyə bərabərdir? A plus B bölü 2 olur. Ona görə də nə deyirik? Həmin yan tərəfin uzunluğu nəyə bərabər olur? Orta xəttə bərabər olur deyə bilərik. AB bərabərdir CD, MN. Aha, tamam. Keçdik. Düzbucaqlı trapesiya. Yan tərəflərindən biri oturacaqlara perpendikulyar olsun. Belə deyək də, belə deyə bilərik ki, iki bucağı nədir? 90 dərəcə olan trapesiya nədir? Düzbucaqlı trapesiya adlanır. Baxalım. Həmin perpendikulyar olan tərəfə də nə deyirik? Hündürlük deyirik. Kiçik tərəfə yəni. Oturacaqları A və B diaqonalları perpendikulyar olan düzbucaqlı trapesiyanın hündürlüyü H bərabərdir kök altı AB düsturu ilə hesablanır. Buna da istəyirəm bir balaca aydınlıq gətirəm. Bəzən o isbatla maraqlanan şagirdlər üçün bu məsələnin həlli maraqlı ola bilər. Tamam. Bunun belə deyək də aydınlıq gətirmək üçün bu tərəfin uzantısını çəkirik və B təpəsindən AC-yə paralel xətt çəkirik. Baxalım. AC-yə paralel xətt çəkirik və belə bir şəkil alınır. İndi fikir versək, bax, bu məsələyə indi burada fikir versək, burada bir dənə düzbucaqlı üçbucaq yaranacaq. Baxalım, düzbucaqlı üçbucaq. Bu bucaq 90 olduğundan burada 90 olur. Ora B-dir, deməli, paralel olduğundan BC, bura məsələn bir K nöqtə desək, KA BC-yə bərabər olur. Yəni, bu da B olur. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda belə bir düsturumuz var idi bizim. H kvadratı bərabərdir. A vurulsun B. Daha doğrusu orada düsturumuzda MN idi. İndi bizdə nə olacaq? H kvadratı bərabərdir. Yəni bu bölündüyü hissələrin hasilinə, yəni A vurulsun B-yə. Buradan biz qısa olaraq yazmışıq ki, H nəyə bərabərdir? Kök altda AB düsturu alınır. Məsələn, diaqonalları perpendikulyar olan düzbucaqlı trapesiyanın oturacaqları 3, 12 olarsa, onun hündürlüyünü tap deyir. Kök altda 3 vurulsun 12 olur nə? 36, H olur nə? 6 olacaq. Dördbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrələr. Paraleqramının nə daxilinə, nə xaricinə çevrə çəkmək olmur. Düzbucaqlının yalnız daxilinə çevrə çəkmək, üzr istəyirəm, xaricinə çevrə çəkmək mümkündür və o da olur nə? 2də 1
kök altda A kvadratı, B kvadratı şəkildə göstərmişik. Tərəfləri məsələn 5, 12 olan düzbucağın xaricinə çəkilmiş çevrən radiusu 2də 1 bərabərdir. Əslində bu şeyləri biz danışmışıq bayaqları. Bu elə biz nəyin tapırıq burada? Diaqonal bu çevrənin nəyi olur? Diametri olur. Biz diametri tapıb, belə deyək də, diaqonalı tapıb yarıya bölsək, bu çevrənin radiusunu tapmış olarıq. O da olur 13/2 6,5. Rombun yalnız daxilinə çevrə çəkmək mümkündür. Bunun haqqında bayaq danışdıq və hesablama qaydasına da baxdıq. Oldu nə qədər? Baxa 6, 8-i yerinə qoyub hesablayacaqsınız, alacaqsınız 2,4. Kvadratın daxilinə və xaricinə çevrə çəkmək olur. Xaricə çəkilmiş çevrənin radiusu A kökdə 2/2 olur. Yəni nəyin diametrin, yəni diaqonalın nədir? Yarısı olur. Daxilə çəkilmiş çevrənin radiusu şəkildən də göründüyü ki, nədir? Kimi nədir? Tərəfin yarısı olur. Yəni bunlar bir-birinə bərabərdirlər. Tərəfin yarısı, yəni A bölünsün 2 olacaq. Məsələn, perimetri 48 olan kvadratın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiuslarını tapın deyir. Əvvəlcə kvadratın tərəfini tapırıq, yəni perimetrdən istifadə edib 12 olur. Deməli, radius nə qədər olur? 6 olur. Digəri nə olacaq? 6 kökdə 2. Oy, burada səhv eləmiş. Yox, düzdür. Tərəf 12-dir, hə, düzdür. 6 kökdə 2 olacaq. Tamam. Burada nə olur görək? Trapesiya üçün. Tamam. Yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək olur. Amma daxilinə nədir? Deyə bilmirik. Daxilinə çəkilməsi üçün də müəyyən şərtlər var ki, biz çevrə dərsində demişdik onu ki, çevrə xaricinə çəkilmiş istənilən dördbucağın qarşı tərəflərin cəmləri bir-birinə bərabərdir. Yəni trapesiyanın təbii ki, qarşı tərəflərin cəmləri bir-birinə bərabər olarsa, yəni o şərt ödənilərsə, onda deyirik ki, bəli, daxilinə də çevrə çəkmək mümkündür. Tamam, burada kiçik bir cədvəl vermişəm. Bunun haqqında mən dərsi danışa-danışa müəyyən şeyləri vurğuladım. Paraleloqram düzbucaqlı deyil, paraleloqram romb deyil, paraleloqram kvadrat deyil. Bu nəzəri olaraq belə suallar düşür, ona görə bunu cədvəl şəklində vermişəm. Düzbucaqlı paraleloqramdır, düzbucaqlı romb deyil, düzbucaqlı kvadrat deyil. Romb paraleloqramdır, romb düzbucaqlı deyil, romb kvadrat deyil. Yaxud kvadrat haqqında, kvadrat paraleloqramdır, kvadrat düzbucaqlıdır, kvadrat rombdur. Trapesiya haqqında amma nə deyirik? Heç birisindən deyil deyirik. Bu da belə. Videonu sona qədər izlədiyiniz üçün sizə sonsuz təşəkkürümü bildirirəm. Kanalı bəyənin, abunə olun, bildirimləri açıq qoyun ki, yeni çəkilən videolardan, yeni dərslərdən məlumatlı ola biləsiniz. Dərslərimizə canlı və onlayn şəkildə qoşula bilərsiniz. Canlı və onlayn şəkildə qoşulmaq üçün, yaxud kitabı əldə eləmək üçün videonun əvvəlində və profilimdə, yəni YouTube kanalımda, profilimdə əlaqə nömrələrim var. Əlaqə saxlayıb kitabı əldə edə bilərsiniz. Dərslərimizə canlı yaxud onlayn şəkildə qoşula bilərsiniz. Bir daha təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun, var olun. Hamınıza uğurlar arzulayıram.